Türk Silahlı Qüvvələrinə aid içində 20 heyət üzvünün olduğu C-130 tipli hərbi yük təyyarəsinin Gürcüstanın şərqində qəzaya uğraması ilə bağlı ilk rəsmi hesabat açıqlanıb. Gürcüstan Daxili İşlər Nazirliyi ilkin araşdırma nəticələrində təyyarədə partlayış və ya xarici təsir izinə rast gəlinmədiyini bildirib. Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri də daxil olmaqla 20 hərbiçinin hamısı həlak olub. Türkiyənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi gecə saatlarında kredit kartlarından nağd pul çıxarılmasına məhdudiyyətlər tətbiq edib. Buna səbəb bank sistemlərinə edilən kiberhücumların və dələduzluq hallarının artması olub. Yeni qaydalara əsasən axşam saat 22:00-dan səhər saat 06:00-dək kredit kartından nağd pul çıxarmaq üçün şəxsiyyətin təsdiqlənməsi tələb olunacaq. Belə ki, kartda ID çip olmalı, istifadəçinin telefonu ilə NFC texnologiyasını dəstəkləməlidir. Digər hallarda nağd pul çıxarılması yalnız məhdudiyyətlərin aradan qaldırıldığı gündüz saatlarında mümkün olacaq. Nəşrin yazdığına görə kredit kartları limitlərinin artması və mobil bankçılığın yayılması ilə dələduzların istifadəçi hesablarını qıraraq gecə saatlarında əməliyyatlar həyata keçirməsi halları artıb. Yeni tədbirin bu cür halların qarşısını alacağı gözlənilir.